Sabah xeyir Azərbaycan. Bu günləri biz yulafdan sıyıq hazırlayacağıq. Amma tradisional bildiyimiz şirin sıyıq olmayacaq, göbələkli sıyıq olacaq. Göbələyi nə xırda, nə də böyük-böyük belə orta ölçüdə doğrayırıq və bunu qızartmaq lazımdır. Göbələyi mütləq kərə yağında qızartmalıyıq. İsti ot əlavə elədik, duzunu isə ən axırda. Bol pendir əlavə edirik və qəşəngcə qarışdırırıq ki, pendir içində ərisin. Biraz da üzərinə bəzək üçün pendir və qızartdığımız göbələyi əlavə edirik. Pendirli və göbələkli yulafımız hazırdır. Çox maraqlı bir səhər yeməyidir. Belə də yoxlayın, dadına baxın. Hamıya nuş olsun.